Təsəvvür eləyin ki, məktəbdə 3 qız gülməyə başlayır və birdən bütün məktəbdə hamı gülməyə başlayır və bu kəndə yayılır. Tam 18 ay bu epidemiya davam edir. Bu 1962-ci ildə Tanganikada, yəni indiki Tanzaniyada baş verən real gülüş epidemiyasıdır. Hər şey bir qız məktəbində başladı. 3 şagird bir zarafata gülməyə başladı, amma onlar dayanmadılar. Gülüş digər şagirdlərə də yoluxdu. Tezliklə məktəbdəki 159 şagirddən 95-i nəzarətsiz şəkildə gülürdü. Onlar ağlayır, bəzən ağrıdan qıcolma keçirirdilər və bir neçə saatdan 16 günə qədər dayana bilmirdilər. Bu şən bir gülüş değildi. Bu əzab verici bir vəziyyət idi. Məktəb müvəqqəti olaraq bağlandı. Uşaqlar evlərinə, kəndlərinə göndərildi və epidemiya onlarla birlikdə yayıldı. Valideynlər də yoluxdu. Ümumilikdə 14 fərqli məktəb bağlandı və mindən çox insan bu qəribə vəziyyətdən əziyyət çəkdi. Epidemiya başladığı kimi qəfildən 18 ay sonra yox oldu. Müasir elm bunun kütləvi psixogen xəstəlik kimi olduğunu düşünür. Bu bir qrup insanın yaşadığı yüksək stresə qarşı bədənin qəribə bir reaksiyası idi. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.